Diplomatik fəallıq təkcə jurnalist cəmiyyəsinin diqqətini çəkmir. Həm də adi insanlar bu prosesə göz qoyurlar, çünki anlayırlar. Həmişə danışıqlar, sammitlər, yüksək səviyyəli görüşlər siyasətçilərin arasında olanda onların arxası ilə mütləq yeni trendlər, yeni transformasiyalar gəlir və əlbəttə ki, onlar insanların həyatına öz təsirini göstərir. Salam, dəyərli tamaşaçılar. Biz müzakirə vaxtında bu günləri söhbətimizi Trend İnformasiya Agentliyinin direktor müavini Sahil Kərimli ilə aparacağıq. Sahil müəllim, xoş gəlmişsiniz. Salam Tofiq müəllim, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Sahil müəllim, yəni bunu görməmək mümkünsüzdür. Çünki son günlər biz görürük Qafqaz bölgəsində diplomatik fəallıq var. Azərbaycan prezidenti cənab İlham Əliyev artıq Gürcüstana dövlət səfəri etdi. Ona qədər Ermənistanın baş naziri Moskvaya səfər etmişdi və Kremldə onun görüşləri olmuşdu Rusiya prezidenti Putinlə və təbii ki, bu hadisələrin arxasında da yeni konturlar artıq özünü büruzə verir. Siz bilən, bax bu proseslərin ardınca hansı dəyişikliklər artıq gündəmə gələcək? Çünki faktiki olaraq biz gördük danışıqların əsnasında da yeni planlar, yeni sənədlərin imzalanması, sonra danışıqların özlərinin mahiyyəti, hətta Moskvada olarkən Ermənistan baş naziri Qafqaz bölgəsinin vəziyyəti ilə bağlı öz fikirlərini və mülahizələrini bildirdi və Tbilisidə Azərbaycan prezidenti, eləcə də Gürcüstanın baş naziri ilə həm də prezidentinin də söhbətlərində, eləcə də digər səviyyələrdə də Ermənistanın adı hallandı. Bax, bu prosesləri siz necə dəyərləndirirsiniz? Ümumiyyətlə Tofiq müəllim, Cənubi Qafqaz daim beynəlxalq güclərin, hegemon ölkələrin diqqət mərkəzində olubdur və Cənubi Qafqazda hegemonluq etmək, Cənubi Qafqaz ölkələrini təsir daxilində saxlamaq və təsir dairəsi altına almaq həm Qərbin, Amerika Birləşmiş Ştatlarının, Avropanın, həm də elə qonşumuz Rusiyanın daim əsas siyasi prioritetlərindən biri olubdur. Bu baxımdan Cənubi Qafqaz, xüsusilə də indiyə qədər Cənubi Qafqazın ən zəif bəndi olan Ermənistan bu baxımdan müəyyən qədər plastarma çevrilibdir. Biz bunu açıq-aydın görmüşük və bu gün də Ermənistan uğrunda, belə desək, müəyyən mübarizələr gedir. Ermənistanın təsir altında saxlanılması və bundan istifadə edərək Cənubi Qafqazın lider ölkələri olan, yəni xüsusilə də güc mərkəzi olan Azərbaycana qarşı müəyyən təzyiq və təsir imkanları əldə etməkdən ibarətdir. Bu siyasətin əsas kökündə dayanan məsələlər. Amma biz son illər, xüsusilə də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən sonra, biz ərazi bütövlüyümüzü tam bərpa etdikdən sonra bölgədə Azərbaycan prezidenti cənab İlham Əliyevin də dediyi kimi tamamilə yeni reallıqlar yaranıbdır və bu reallıqları əlbəttə ki, kim yaradıbsa, o da idarə edir. Yəni, bugün Azərbaycan bu reallıqları xüsusi ustalıqla, qətiyyətlə və bir daha qeyd etmək lazımdır ki, milli maraqlara əsaslanan siyasi kursla idarə edir və bugün bölgədə nəqliyyat kommunikasiya xətlərinin şaxələndirilməsi, Azərbaycanın Ermənistana neft və neft məhsullarını göndərmək məsələsi və digər ölkələrdən, Rusiyadan, Qazaxıstandan gələn taxılın Azərbaycan üzərindən və bu prosesdə təbiidir ki, Gürcüstan da iştirak edir nəqliyyat kommunikasiya xətti kimi, qovşağı kimi. Əlbəttə ki, bu məsələlər bugün xüsusi diqqət mərkəzindədir. Biz nəzərə almalıyıq ki, qarşıdan, yəni yay ayında, iyunda Ermənistanda parlament seçkiləri keçiriləcəkdir və bu seçkilər yaxınlaşdıqca həm Ermənistan daxilində siyasi proseslər qızışır və gərginləşdirilir, yəni xarici ölkələr tərəfindən. Eyni zamanda da bu proseslər gələcəkdə, yəni seçkidən sonra təbiidir ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində xüsusi önəm daşıyır. Çünki bugün Ermənistanda hansı qüvvələrin hakimiyyətdə olması çox önəmli məsələdir. Nikol Paşinyan nəhayət ki, son illərdə, xüsusilə də avqust görüşündən sonra, Amerika Birləşmiş Ştatlarında keçirilən görüşdən sonra konkret, konstruktiv mövqe nümayiş etdirməyə başlayıbdır. Və bugün Ermənistanda radikal meyilli qüvvələrin, separatçı ünsürlərin yenidən hakimiyyətə gəlmək ehtimalı, hansı ki, bu ehtimal demək olar ki, sıfıra bərabərdir. Yəni, istək var, əlbəttə amma indi alınacaq yoxsa yox? Əlbəttə ki, bu istək var və bu istək həm daxildən qaynaqlanır, separatçı və işğalçı qüvvələr tərəfindən, həm də eyni zamanda xaricdən. Biz açıq deməliyik ki, Rusiyadan bu məsələlər idarə olunur. Mən həm də Rusiyadan. Bəli, həm də Rusiyadan. Çünki başqa ölkələrdə var. Əlbəttə, Avropa İttifaqı ölkələri də maraqlıdırlar ki, Ermənistanda seçki qabağı müəyyən gərginlik olsun, amma onlar daha çox
Nikol Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər. Amma Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq və Rusiya meyilli qüvvələrin hakimiyyətə gətirilməsi məsələsi də təbiidir ki, Rusiyanın siyasi dairələrinin əsas istəklərindən biridir və bu günə qədər bu qarşıdurma və gərginliyin yaradılması gizli pərdarxası yolla həyata keçirilirdisə, amma biz Nikol Paşinyanın Rusiya səfəri zamanı Rusiya prezidentinin ən ali səviyyədə ictimaiyyət qarşısında bəyanatında biz bunun şahidi olduq ki, Rusiya Ermənistandakı proseslərin gərginləşdirilməsinə maraqlıdır. Yəni, ən azından Rusiya prezidenti açıq-aşkar bildirdi ki, biz Rusiya pərəst qüvvələrin Ermənistanda siyasi proseslərdə iştirak etməsini vacib sayırıq və bu məsələlərdə Nikol Paşinyana belə desək, müəyyən təpki və təzyiq göstərdi ki, bu şəxslər də, bu qüvvələr də prosesdə iştirak etsinlər. Adətən bu cür istəklər və yaxud da təzyiqlər pərdarxası, yəni təkbətək danışıqlar, yəni ictimaiyyətə, mediaya açıq olmayan danışıqlar zamanı bildirilir dövlət başçıları tərəfindən. Amma biz bu dəfə konkret olaraq bilərəkdən Rusiya prezidentinin ictimaiyyət qarşısında Paşinyana bu cür iradının bildirməsini gördük. Yəni, görünən odur ki, artıq seçki nə qədər yaxınlaşdıqca, düzdür, Nikol Paşinyan öz əleyhdarlarını, rəqiblərini çox ustalıqla sıradan çıxara bilibdir. Bəziləri müəyyən, belə deyək, inzibati formada, yəni hüquq mühafizə orqanları tərəfindən həmən qüvvələr həbs ediliblər, hazırda həbsdə yatırlar. Bəziləri də müəyyən yollarla, vəzifədən uzaqlaşdırılmaqla və yaxud da digər təzyiq vasitələri ilə, belə deyək, neytrallaşdırılıblar. Ona görə də biz bugün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin, əmin-amanlığın əldə olunması üçün Azərbaycanın cəhdlərini görürük, qətiyyətli səylərini görürük. Azərbaycan prezidenti Cənab İlham Əliyevin bu günlərdə Gürcüstana səfəri çərçivəsində də biz konkret bu tezislərin, bu siyasi kursun şartlarını gördük. Prezident İlham Əliyev konkret bəyan etdi ki, sülhün əldə olunması üçün əsas rısaqlardan biri iqtisadi əməkdaşlığın həyata keçirilməsidir. Yəni, iqtisadi əməkdaşlıq da bugün ölkələrimiz arasında var. Bizi qədim həm Gürcüstanla, həm digər bölgə ölkələri ilə tellər bağlayır, dostluq, qardaşlıq münasibətləri bağlayır. Ən azından Azərbaycan bu mövqedədir, daim humanist və səmimi qonşuluq münasibətlərini ortaya qoyubdur. Düzdür, bəzi hallarda zaman-zaman bu münasibətlər düzgün qiymətləndirilməyib, düzgün qarşılıq verilməyib, səmimi münasibətlərə qarşı, yəni Azərbaycanın səmimi mövqeyinə qarşı belə desək, xoş olmayan qarşılıqlar verilibdir. Amma Azərbaycan öz tutduğu yolla irəliyə gedir, praqmatik, son dərəcə praqmatik siyasət yürüdür, düşünülmüş, ölçülüb, biçilmiş siyasətdir və bu həm bölgə ölkələri, qonşulara qarşı bu formada həyata keçirilir, həm də digər beynəlxalq güclərə və beynəlxalq siyasi dairələrə və ölkələrə qarşı Azərbaycanın mövqeyi açıqdır, netdir və konkretdir. Bəli, həm də ki, bizə, beləcə də bütün ölkələrə, qonşu ölkələrə, bütün dünya birinə lazım olan sabitlikdir ki, Azərbaycan onun qarantı kimi, təminatçısı kimi çıxış edir. Digər tərəfdən bizim axı təklif etdiyimiz bütün təşəbbüslər hamısı inteqrasiya ilə bağlıdır. Gediş-gəlişlə bağlıdır. Təsadüfi deyil ki, Tbilisdə olarkən də cənab prezident orada kommunikasiyaların vəziyyətinə toxundu. Dedi ki, bəs onların hətta genişlənmə imkanları var. Söhbət bizim regional kommunikasiyalardan gedir. Ona görə də Ermənistanın adı orada o kontekstə çəkilir ki, artıq sizin də vaxtınız çatıb. Siz burada quruculuq işlərinə qatılmalısınız, dağıdıcı işlərə yox. Əlbəttə. Yəni, faktiki olaraq missiya bundan ibarətdir. Bir halda ki, artıq 3 məmləkət bizim bölgədə həmahəng, razılaşdırılmış tərzdə fəaliyyət göstərəcəksə, ya biz o əldə olunmuş bazanın genişlənməsinə, onun imkanlarının artmasına qulluq edə biləcəksə, bu o deməkdir ki, bizim həm özümüz təminatlı olacaq, digərdən insanların rifahı artacaq və nəhayət elə bizim Qafqaz bölgəsi artıq çoxdandır ki, periferiya deyil dünya sistemi üçün. Yəni, bunun da, mən deyərdim, başlıca qüvvəsi Azərbaycanın üzərində idi. Çünki biz artıq o demək olar ki, kommunikasiya xətlərini yaratdıq. Sonra demək olar ki, özümüz yeni bir dəhliz siyasətini yeritdik. Bax, burada indi siz bilən kənar qüvvələr ki, Ermənistana müdaxilə edirlər, ya etmək istəyirlər, ya çalışacaqlar ki, indi seçki əsnasında bunların da səsi eşidilsin və bəlkə də bunlar hələ favoritlik iddiasındadılar. İşte şayət, belə deyək də, onların planları əgər gündəmə gələrsə, bəyəm nə, onlar inteqrasiyadan qaçacaqlar. Ümumiyyətlə, Tofiq müəllim, biz ilk növbədə onu xüsusi vurğulamalıyıq, altını cızaraq vurğulamalıyıq ki, Azərbaycan son dərəcə
müstəqil və milli maraqlara əsaslanan siyasət yürüdür. Yəni indi biz dünyada gedən ümumi ictimai siyasi proseslərə, baş verən bu gərginliklərə və müharibələrə qarşı durmalara nəzər saldıqda görürük ki, dünyanın əsas güc mərkəzləri Amerika və Rusiyanın müəyyən belə deyək platformlarda və platformalarda toqquşması, istər soyuq müharibə olsun, istər belə deyək ənənəvi müharibələr və qarşıdurmalar olsun. Və burada biz Amerikanın və Rusiyanın toqquşduğunu görürük. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi, Amerika Birləşmiş Ştatları, İsrail-İran münaqişəsi və bu qarşıdurmalarda və gərgin ab-havada həyata keçirilən siyasi belə deyək kursda bugün Azərbaycan tam neytral, eyni zamanda da müstəqil siyasət yürütməyə Bu həm də bacarır. şəffaf bir siyasətdir. Əlbəttə, bu tam qətiyyətli, tam sərt, eyni zamanda da dürüst, humanist və milli maraqlara əsaslanan siyasət. Mən üzrəm, həm də ki, sağlam qüvvələr tərəfindən verilən sorğular var da. Bəli. Ki, biz məsəl üçün filan bir məsələnin həllini istəyirik də. Yəni, Azərbaycan hökuməti, Azərbaycan dövləti özünə məxsus eşidən cəmiyyətini hiss edən bir sistem qurub. Bəli. Və əgər dövlət, hökumət eşidəndirsə, deməli, həm də işgüzardır. Yəni, o sorğuları tutaraq nəyisə həyata keçirir. Bu baxımdan mənə gəlir ki, bax, Azərbaycan mərkəzi trendi yaradıb. Qafqaz bölgəsində. İndi Ermənistan bir o qədər də əziyyət çəkməyəcək. Yəni, bu trendlərə qatılmaq özü yalnız onlardan nisbətən belə yığcan bir potensial tələb edir. Ona görə indi bunun vaxtı çatıb. Yəni, bunu indi də eləməsələr, haçan eləyəcəklər? Ümumiyyətlə, təsadüfi deyil ki, sizin də qeyd etdiyinizə mən vurğulayaraq inkişaf etdirmək istəyirəm fikrimi ki, bugün Azərbaycan dünyada özünə məxsus bir siyasi kurs formalaşdırıbdır və dünya ölkələri Azərbaycana bu istiqamətdə müəyyən həsədlə yanaşırlar. Çünki bugün Azərbaycan Cənubi Qafqazda kiçik bir ölkə olsa da dünyada bir trendlər yaradıbdır. Nəhəng qlobal iqtisadi layihələr, enerji layihələrinin həm müəllifi, həm də icraçısı, eyni zamanda nəqliyyat kommunikasiya xətlərinin şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, orta dəhlizin, hansı ki, Çindən başlayaraq Avropaya qədər uzanan bir dəhlizdən söhbət bizim üzərimizdən keçir. Bəli, bu dəhlizin əsas açarı Azərbaycandır və Azərbaycan belə deyək, daxilindən keçərək Azərbaycanın bir hissəsi ilə digər hissəsini birləşdirən, özə maneəsiz birləşdirən Zəngəzur dəhlizindən bugün söhbət gedir və Azərbaycan tam qətiyyətlə bu ideyanın reallaşdırılması istiqamətində mövqeyini irəliyə aparmaq istəyir. Həm də burada rəqəmsallaşma prosesi gedir, sonra bizim qoyduğumuz o yaratdığımız dəhliz boyunca yeni xətlərin, yaşıl enerji xəttinin və bunlar hamısı yəni həm diversifikasiya imkanlarının genişlənməsinə işarə eləyir və digər tərəfdən də göstərir ki, hələ nə qədər qarşıda görüləsi işlər var. Bəli, qarşıda çox böyük işlər var və Azərbaycan çalışır ki, bu istiqamətdə qarşıya qoyduğu vəzifələri daha da irəliyə aparsın. Süni intellekt. Əlbəttə, bilirsiniz, bugün Azərbaycan dövləti əvvəllər də belə olubdur və bugün də belədir, gələcəkdə də belə olacaq. Azərbaycan dövlətinin siyasi kursu təkcə 1-2 il sonranı hədəfləmir, planlamır. Uzaq perspektiv. Uzaq 10 illikləri hədəfləyir. Əgər 10 il, 20 il bundan əvvəl Azərbaycan enerji layihələri ilə irəliyə çıxmağa çalışırdısa və bugün artıq Avropa bazarında Azərbaycan öz sözünü deyir. Və Azərbaycanın enerji layihələri dünyanın və xüsusilə də Avropanın enerji təminatında xüsusi rol oynayır. Bəli. Və bu baxımdan sizin də qeyd etdiyiniz kimi yaşıl enerji, alternativ enerji mənbələrinin tapılması, bu resursların işə salınması və gələcəkdə dünyaya bir töhfə verilməsi istiqamətində Azərbaycanın layihələri var. İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerji layihələri, Xəzər dənizində, Bakının bir çox ərazilərində süni intellekt, bundan əvvəl alternativ külək enerji stansiyalarının tikilisi və bilirsiniz, süni intellekt dedikdə bugün dünyada müəyyən trendlər və çağırışlar var ki, Azərbaycan bu çağırışlarla ayaqlaşır. Xəzərin dibi ilə fiber optik dünya əhəmiyyətli bir layihənin belə deyək, xəttin çəkilməsi məsələləri var. Digər məsələlər var ki, bunlar post-neft dövründən sonra, yəni bugün düzdür, Azərbaycanın neft ehtiyatları kifayət qədər var. Bundan sonra bizi müəyyən 10 illiklər qaz ehtiyatlarımız, tükənməyən qaz ehtiyatlarımız da var və təbiidir ki, müəyyən 10 illiklər sonra biz alternativ enerji mənbələrimizlə, digər belə deyək, resurslarımızla yenə də dünyanın diqqət mərkəzində olmağı
bacaracağıq və bu istiqamətdə müəyyən hədəflər var. Sənin sonuncu sualımız qalır bizim. Mən istərdim buna bir siz yığcam tərzdə cavab verəsiniz. Biz bilirik ki, indi Ermənistan-Azərbaycan cəmiyyətləri arasında yeni bir körpü yaradıldı. Belə layihənin adı da Sülh Körpüsüdür. Yəni, həm də ümumi Qafqaz evi kontekstində də vətəndaş cəmiyyətlərinin fəallığı mütləq şəkildə artıq özünü göstərməlidir. Bu sahədə və bu kontekstdə mənə elə gəlir ki, elə Azərbaycanlıların, bizim soydaşlarımızın da Qərbi Zəngəzura qayıdış məsələsi gəlir öz əlini tapsın. Çünki bu sağlam bir qüvvədir. Bəli. Söhbət tək cəmiyyətdən getmir də, yəni bu ictimai təşkilatdır, amma onun ətrafında görünən sayda insanlar yığılıblar, yəni yüz minlərlə insanlar var. Və bunlar əgər Ermənistana repatriasiya olunursa, deməli, bunlar da özlərinə bir canlanma gətirəcəklər Ermənistana. İlk növbədə Toyqman, bu bizim tarixi haqqımızdır. Çünki Qərbi Azərbaycanlılar hansı ki vaxtilə öz ata-baba tarixi yurtlarından zorla çıxarılıblar, müəyyən işgəncələrlə, müəyyən soyqırım cəhdləri ilə öz ata-baba yurtlarından qovulublar və həmən insanlar bu gün hansı ki Azərbaycanda yaşayırlar və həmən insanlar hökmən mütləq şəkildə öz tarixi yurtlarına və ata-baba yurtlarına qayıtmalıdırlar. Bilirsiniz, bundan əvvəl müharibə dövründə, işğal dövründə müəyyən aqressiya vardı cəmiyyətlərdə bir-birlərinə qarşı. İndi biz bugün sosial şəbəkələr segmentində də müəyyən bu mənfi tendensiyaların şahidi oluruq. Amma get-gedə bu məsələlər, bu aqressiya yumşalır. Hansı ki, qarşılıqlı sülh körpüsünün, vətəndaş cəmiyyətlərinin, insanların, ziyalıların qarşılıqlı səfərləri və təmasları nəticəsində biz müəyyən yumşalmalar görürük və hər iki tərəf artıq anlayır ki, biz uzun illər bu cür, yəni aqressiya fonunda yaşaya bilmərik, çünki biz qonşuyuq və bu qonşuluq münasibətlərinin inkişaf etdirilməsi, o tarixin, hansı ki, o qanlı tarixin, geridə qalmış tarixin müəyyən qədər o yaralarını sarmaq və irəliyə doğru getmək. Yəni, bizim də haqqımızdır ki, Qərbi Azərbaycanlılar öz ata-baba yurtlarına qayıtsınlar. Hansı ki, bugün Ermənistan adlanan tarixi Azərbaycan torpaqları üzərində qurulmuş dövlətdə bizim də haqqımız var. Yəni, o torpaqlarda ki, bizim də Qərbi Azərbaycanlılar öz doğma ata-baba yurtlarına qayıtmalılar. Bu, Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas prioritetlərdəndir ki, mən tam əminəm ki, biz indiyə qədər hansı hədəf və vəzifələri dövlətimiz qarşıya qoyubsa, çox ustalıqla və peşəkarlıqla, uğurla o nəticələri əldə edibdir və bundan sonra da əlbəttə ki, biz buna da nail olacağıq ki, Qərbi Azərbaycanlılarımız öz tarixi ata-baba yurtlarına dönəcəklər. İnşallah, inşallah. Çox sağ olun. Təşəkkür edirəm. Sahil müəllim, mən minnətdaram iştirakınıza görə dəyərli fikirlər söylədiniz. Və təbii ki, həm dövlətin, həm cəmiyyətin də elə vəzifəsi ondan ibarətdir ki, bir-birlərini tamamlasınlar və ümumi istiqamətlərin hamısında, bütün treklərin hamısında məqsədyönlü şəkildə fəaliyyət göstərsinlər. Ümid edirik ki, elə belə də olacaq. Çox sağ olun. Təşəkkür. Belə, hörmətli tamaşaçılar, bizim müzakirə vaxtımız artıq sona çatır və bir də xatırladıram ki, mənim həm söhbətim Beynəlxalq Trend İnformasiya Agentliyinin direktor müavini Sahil Kərimli idi. Sağ olun, görüşənə qədər.